İlk olaraq universitetə hansı bal ilə qəbul olmuşdun? Sən qəbulun il keçid balı nə qədər idi və ümumiyyətlə qrup yoldaşların arasında bal aralığı hansı aralıqdadır? Mənim balım orta yüksək bal aralığı sayılırdı və qrup yoldaşlarımın da balları demək olar ki, bir-birinə bərabər idi. Ona görə də qrupda bərabərlik var idi deyə bilərəm. Həmçinin bizim qəbul ilimizdə həmin ixtisasın balı yüksəlmişdi. 300 baldan yuxarı olmuşdu və biz əslində bu qədər düşünmürdük. Çünki həmin ildə verilən tələbələr sayı, abituriyent sayı çox idi və deyərdim ki, ümumiyyətlə abituriyentlərə həqiqətən bal sadəcə ilk mərhələ üçün önəmlidir. Əsas onlar universitetə qəbul olanda hər biri eyni statusu daşıyırlar və əldə edəcəkləri nailiyyətləri düşünməlidirlər ki, onlar sadəcə məsuliyyəti və çabası sayəsində olacaq. Yəni düşünməsinlər ki, məsəl üçün mən az bal toplamışamsa, hər hansısa qrup yoldaşım yüksək toplayıbsa, mən ondan zəifəm və yaxud da ki, aşağı səviyyədəyəm. Xeyr, tamamilə öz fəaliyyətlərinə qalıb o ki, onların nəticələri necə təsir eləyəcək. Yəni belə deyək də, universitet balı universitetə girmək Bəli, üçündür. abituriyentin topladığı bal sadəcə universitetə girmə mərhələsində önəm daşıyacaq. Ondan sonrası tamamilə özlərinin fərdi çalışması nəticəsində olacaq. Rəncim səndən təşəkkür edirəm ki, bu Sizə. məsələyə toxunduğun üçün. Belə deyək, bu ixtisası seçməkdə səbəbin nə idi? Niyə sırf ekologiya ixtisasını seçdin? Ümumiyyətlə birinci onu deyim ki, abituriyentlərə ixtisas seçərkən həqiqətən həmin ixtisası dərindən araşdırsınlar. Məsəl üçün mən ekologiya ixtisasını seçəndə onun mənim maraq dairəmə uyğun olub-olmadığını araşdırdım. Çünki biz 4-cü qrupdan gəlirik. Məsəl üçün mənim kimya, fizika, biologiya fənlərinə marağım var və biz bu fənn üzrə tədris almışıq. Çünki universitetdə qəbul imtahanında bu fənlərdən imtahan vermişik və ekologiyada həqiqətən bu fənləri özündə cəmləşdirmişdi. Biz kimya, fizika, biologiya, eləcə də coğrafiya kimi fənləri ekologiya ixtisasında keçirik. Yəni abituriyentlər nəzərə almalıdırlar ki, mən bu ixtisası oxuyan zaman bu ixtisasın gələcəkdə prestiji mənə necə olacaq və yaxud da ki, həmin ixtisas üzrə işləyəcəyimi düşünürəmmi? O mənim maraq dairələrimə uyğundurmu? Adətən həmin ixtisasda oxuyan tələbələrdən də araşdıra bilərlər. Yoxdursa, sosial platformalardan da həmin ixtisası araşdırmalarını məsləhət bilərəm. Və bizim videolarımıza da baxaraq Bəli. ətraflı məlumat əldə edə bilərlər tələbələr, Elədir. sizin kimi tələbələr sayəsində. Bəs niyə sırf Azərbaycan Dövlət İqtisad Universiteti, ümumiyyətlə ekologiya ixtisası başqa hansı universitetlərdə var? Bilirdinmi bu haqda hansı universitetlərdə var və sən niyə sırf bu universiteti seçdin? Onu deyim ki, abituriyentlərə ixtisas seçimi qədər həmin ixtisası hansı universitetdə oxumaqları da düzgün seçmələri məqsədi yönümlüdür. Çünki məsəl üçün mən ekologiya ixtisasını, məsələn, təkcə ekologiya ixtisasını götürmürəm. Tutalım ki, tələbə deyir ki, mən müəllim olmaq istəyirəm, dil ədəbiyyat müəllimi olsun, kimya müəllimi olsun, fərqi yoxdur. Həmin ixtisasın hansı universitetdə olduğunu birinci araşdırsın. Məsələn, mən ekologiyanı bilirdim ki, Bakı Dövlətdə var, İqtisad Universitetində var, Odlar Yurdu və sairə digər universitetlərdə var. Lakin mən universiteti araşdırarkən birinci ətrafımda həmin universitetdə oxuyan tələbələrlə məsləhətləşdim ki, mənə önəmlisi müəllim-tələbə münasibətinin necə olduğu idi. Çünki gedəcəyim ortamda müəllimin tələbəyə qarşı davranışı mənim dərsimə, öyrənməyimə də təsir eləyəcəkdi və düşünürəm ki, abituriyentlər bunu nəzərə alıb getsinlər. Sırf sadəcə universitetin nə bilim adına aldanıb da onu seçmək düzgün deyil. Universitetin nailiyyətlərinə baxsınlar. Bu da yetər qədər sosial şəbəkələrdə hər universitetin öz rəsmi saytında paylaşılır. Məsələn, mən araşdırıb getmişdim. UNEQ tələbələrə çox şərait yaradır, çox imkanlar tanıyır həqiqətən. Və tələbə müəllim arasında təkcə yəni təlim tədris deyil də, asudə vaxtlarda da həqiqətən problemlərin həllinə yönəlmiş dəstək göstərirlər yetər qədər. Düşünürəm ki, bunları nəzərə alıb da universitet seçimini düzgün etsinlər. Əslində maraqlı yanaşmadır. Sizin universitetdə və sizin fakültədə deyək də, Bəli. müəllimlər tələbələrə qayğı ilə belə Bəli, deyək çox yanaşırlar. yaxşı şəkildə o. Məsələn deyirəm, bu vacibdir ki, siz bir iş imkanı olduqda, təcrübə imkanı olduqda müəllimlərdən kömək alıb, dəstək alıb. Bəli, əlbəttə ki. Təkcə yəni məsəl üçün müəllim tutalım ki, bizə bir fənn tədris eləyir. Mən fənn tədrisinə əlavə də şəxsi inkişafımla bağlı hər hansısa sual verəndə müəllim onu bacara bildiyi qədər mənə kömək eləyir. Əgər onun bacara biləcəyi bir sahədirsə, həqiqətən də mənə dəstək olur o mərhələdə. Məsəl üçün mənim bəzi qrup yoldaşlarım var idi ki, məqalə falan yazmaq istəyirdilər. Müəllimlər həqiqətən də dəstək olurdular ona. Yəni düşünürəm ki, bu cəhətdən UNEQ müəllimləri həqiqətən çox yaxşıdır. Müəllimlər hər hansısa bir belə deyək də təcrübə
olanda, iş imkanları olanda tələbələri yönləndirirlərmi? Bəli, buna çox dəstəkləyirəm. Məsəl üçün, UNEC-də mən oxuduğum ixtisas üzrə danışacağam. Bizə təlim və təlimçilər gətirilmişdi ki, məsəl üçün, ekologiya ixtisasında tutalım ki, hər hansısa bir rayonda bir fəaliyyət görmək istəyir həmin qurum və deyir ki, ekologiya tələbələrindən özümə könüllülər seçmək istəyirəm ki, mənə orada dəstək olsunlar müəyyən işlərdə. Hər tələbəni müəyyən işə, vəzifələrə yönləndirirlər. Yəni bu cəhətdən düşünürəm ki, həqiqətən çox dəstək olur universitet. Yəni hər cür şəraiti yaradır tələbələr üçün. Nə gözəl.